говорит о том, какое доверие. 13-cü Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın dünya birliyində malik olduğu etimaddan, dünyada necə nüfuz sahibi olmasından xəbər verir. Forumda BMT-yə üzv olan demək olar ki, bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiya və şəhər mühitinin inkişafı məsələlərinin qlobal xarakteri daşıdığını göstərir. Şəhərlərin inkişafı, yaşayış məskənlərinin inkişafı, daha yaxşı şəraitin yaradılması, insanların yaşayışı üçün layiqli həyat şəraitinin yaradılması kimi məsələlər müzakirə edilir. Hər bir ölkənin bu sahədə öz problemləri var. Təcrübə mübadiləsi aparmaq, insanların həyatını necə daha yaxşı etmək barədə müzakirələr isə əslində bəşəriyyətin və Birləşmiş Millətlər Təşkilatının ümumi vəzifəsidir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi şəhərsalma və yenidən qurma layihələri beynəlxalq səviyyədə böyük maraq doğurur. Vətən müharibəsində qələbədən sonra Azərbaycanın qarşısında həmin ərazilərin bərpası və insanların layiqli şəraitdə yaşamasının təmin olunması kimi mühüm vəzifələr dayanır. Bu istiqamətdə Prezident İlham Əliyevin apardığı işlərə xüsusi diqqət yetirilir. Prezident mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, görülən işlərlə maraqlanır və müvafiq tapşırıqlar verir. Bakıda belə mühüm beynəlxalq forumun keçirilməsi Azərbaycanın dünya ictimaiyyətində yüksək nüfuza malik olduğunu göstərir.